Salam uşaqlar, xoş gördük sizləri. Bugün sizinlə 4-cü sinif informatika dərsliyinə növbəti mövzumuzun informasiyanın ötürülmə vasitələri mövzusunun izahı ilə tanış oluruq. Mövzumuzun giriş hissəsində bizi iki sual qarşılayır. Uzaqda yaşayan dostunla necə əlaqə yaradırsan? Uşaqlar, tutaq ki, sizin dostlarınızdan biri başqa bir şəhərdə və ya başqa bir ölkədə yaşayır və ya ora köçüb. Siz onunla nə vasitəsilə əlaqə saxlaya bilərsiniz? Bəli, təbii ki, telefon vasitəsilə əlaqə yarada bilərsiniz. Ona mesajlar göndərə, zəng edə, məktublar yollaya bilərsiniz. Uşaqlar, bəs Robinson Crusoe əsərini oxumusunuz və ya filmini izləmisinizmi? Əgər ikisindən biri ilə tanışsınızsa, o zaman bu suala rahatlıqla cavab verəcəksiniz. Robinson Crusoe kimsəsiz adadan hansı yolla xilas oldu? Ümumiyyətlə əsər haqqında məlumatınız varmı? Uşaqlar, Robinson Crusoe əsərində əsərin qəhrəmanı olan Robinson Crusoe bir gün kimsəsiz adaya düşür. Gəmisi qəzaya uğrayır və kimsəsiz adaya düşür. O, tam 28 il həmin adada tək başına yaşayır. Daha doğrusu, yəni gəmi sakinlərindən o adaya sadəcə düşən Robinson Crusoe olur. Robinson Crusoe bir müddətdən sonra oranın yerli əhalisi ilə tanış olur və orada özünün yaşaması üçün müəyyən əziyyətlər çəkərək müəyyən planlar cızır və yaşamağın bir yolunu tapır. 28 il burada yaşayır. O hər dəfə həmin dənizdən gəmi keçəndə adada tonqal yandırır və tüstü vasitəsilə gəmiləri ora cəlb etməyə çalışır. Ancaq gəmilər çox uzaq məsafədən keçdiyinə görə onu görmürlər. Ancaq günlərin bir günü, 28 ildən sonra günlərin bir günü adaya yaxınlaşan gəmi bu tüstünü görür və Robinson Crusoe da bu tüstü vasitəsilə siqnal verdiyi üçün xilas olmuş olur. Qədim zamanlarda da insanlar tüstü və tonqallar vasitəsilə informasiya ötürülmüşlər, yəni məlumat ötürülmüşlər. Oğuz elinin belə bir adəti var imiş. Oğuz igidləri, xatunları şənliyə, toya çağıranda uca dağın başında bir tonqal qalıyırmış. Başqa dağlarda bu alovu görüb orada tonqal qalayır, orada da tonqal qalayırdılar. Bütün el-oba belə-belə hamının xəbəri olurmuş ki, hansısa obada toy bayram var və bəzənib düzəlib şənliyə gəlirmişlər. Əgər iki tonqal qalanarsa, o zaman bilirlərmiş ki, bu elin başında bir qəza var, burada düşmə təhlükəsi var, basqın var və igidlər yaraqlanıb, yasaqlanıb gələrmişlər. Tonqal və tüstü informasiyanın ötürülmə vasitəsidir. Bəs yaxşı, tonqal və tüstü ilə informasiyanı hansı hava şəraitində ötürmək mümkünsüz olar? Uşaqlar, yağış əgər güclü leysan yağış yağırsa, tonqal qalamaq olarmı? Təbii ki, olmaz. Çünki qalasaq belə yağış həmin tonqalı söndürər və tüstü qalxmaz. Eyni zamanda hava əgər dumanlıdırsa, bu zamanda tonqal qalamağımızın heç bir mənası olmaz. Çünki tüstü görünməz. Eyni zamanda gecə qaranlıqda qaladığımız tonqalın tüstüsü də kənardan elə də diqqət cəlb eləməz. Yazının meydana çıxması isə informasiyanın uzaq məsafəyə ötürülməsində yeni vasitələrdən biridir. 100 illər ərzində məktublar ünvanlarına çaparlar vasitəsilə çatdırılırdı. Atlılar və atın üzərində insan bu məktubu bir ünvandan başqa ünvana çatdırırdı. Eyni zamanda uşaqlar post göyərçinləri adlandırılan təlim keçmiş xüsusi göyərçinlər vardı ki, həmin məktubları bu göyərçinlərin ayağına bağlamaqla da müəyyən ünvana çatdırmaq mümkün idi. Göyərçinlər məktubları onlara təlimdə tanıdılmış olan ünvana çatdırıb geri qayıdırdılar. Daha sonra isə teleqraf icad olundu. Teleqraf icad olunandan sonra məlumat uzaq məsafələrə qısa zamanda çatdırıldı. Çünki göyərçin və çaparın həmin ünvana gedib qayıtması müəyyən vaxt tələb edirdi. Yəni çaparların və göyərçinlərin 2 gün, 3 gün, hətta bir həftə, aylar, illər çəkə bilərdi ki, gedib ünvana çatsın və qayıtsın geri. Əgər tarixi filmlər izləmisinizsə, orada bunun şahidi olmuş ola bilərsiniz. Daha sonra teleqraf icad olundu. Teleqraf 19-cu əsrin sonunda isə radio icad olundu. Teleqraf rabitəsində Morze əlifbası deyilən əlifbadan istifadə olunurdu uşaqlar. Həmin bu əlifba nöqtələr və tirələrdən ibarət idi. Hər bir hərfi müəyyən bir tiri
və nöqtə ilə adlandırırdılar. Müəyyən bir nöqtə ilə və tire sayı ilə hərfləri adlandırırdılar. İnternetdə, YouTube'da siz teleqraf haqqında da video tapıb izləyə bilərsiniz. Linkini e, videonun aşağısında qeyd edəcəm. İstəsəz oradan da baxa bilərsiniz teleqraf rabitəsinin yaranmasına. Uşaqlar, televiziyanın, radionun icad olunması isə məlumatın kütləvi şəkildə çatdırılmasına səbəb oldu. Teleqraf, telefon kimi bir şəxsə siz məlumat ötürə bilirdiniz. Ancaq teleqraf, radio vasitəsilə kütləvi şəkildə siz səs informasiyasını bir çox insana ötürə bilirsiniz. Eyni zamanda televiziyada ixtira olundu. Bunun nəticəsində də məlumat ekranlı, yəni radioda sadəcə səs, televiziyada isə həm səs, həm görüntü qarşı tərəfə ötürülməyə başladı. Səs informasiyasının ötürülməsində telefonlardan geniş istifadə olunur. Günümüzdə ən çox istifadə olunan texnoloji vasitə, ötürmə vasitəsi elə telefondur. Müasir telefonlarda isə həm qrafik, həm də video informasiyalar ötürmək mümkündür. Uşaqlar, qrafik deyəndə görüntü nəzərdə tutulur, yəni şəkil nəzərdə tutulur. Kompüterin meydana çıxması ilə informasiyanın ötürülməsində yeni dövr başladı. Yəni bizim əsrimizi informasiya əsri, texnologiya əsri adlandırırlar. Sonra insanlar bu kompüterlərdə olan informasiyaları digərinə ötürmək üçün onları birləşdirməyi öyrəndilər. Yəni Bluetooth vasitəsilə, internet vasitəsilə, poçt vasitəsilə məlumatı bir ünvandan başqasına çatdırılmaq öyrənildi. Bu maraqlıdır bölməsində olan maraqlı məlumatı da diqqətinizə çatdırıb, ötən əsrin 80-ci illərində maraqlı bir sınaq aparılmışdır. Məktub hansı yolla ünvanına daha tez çatar? Təyyarə ilə, poçtla yaxud göyərçin vasitəsilə. Yarışın birincisi göyərçin olmuşdur. O, göndərilmə və qəbul zamanı məktubun qeydiyyatına vaxt itirmədən müasir vasitələri qabaqlamışdır. Çünki uşaqlar, onlar axı qeydiyyatdan, gömrükdən, heç bir yerdən keçmirlər. Sadəcə uçur və ünvana çatırlar. Sonra uşaqlar səhifə 16-da fikirləş bölməsində sizə tapşırıq verilib. Kimsəsiz adada uzaqdan görünən gəmi ilə əlaqə yaratmaq üçün hansı vasitədən istifadə edərdin? Tonqal qalıyıb tüstüsü iləmi, kompüter vasitəsiləmi, məktub yazmaqlamı, yoxsa telefon vasitəsiləmi əlaqə saxlayardın? Səncə bu əlaqə vasitələrinin hansı həmin anda sizin işinizə yaraya bilər? Bu sualın cavabını da tapırsınız. Bugünlük bu qədər. Sağ olun, özünüzə yaxşı baxın. Dərslərimizi izləməyi unutmayın.